Yorum sahibi yazıb ki, məni şantaj edirlər, nə etməliyəm? Şantaj bizim ölkəmizin aktual məsələlərindən biridir. Kimin kimi şantaj etməyindən asılı olmayaraq bu çox iğrənc bir rəftardır. Şantaj bir insanın şəxsi məlumatlarını, sirlərini, görüntülərini və zəif nöqtələrini istifadə etməklə onu qorxutmaq və istədiyini əldə etmək məqsədi ilə təzyiq göstərməkdir. Bu həm psixoloji, həm də hüquqi baxımdan ciddi məsələdir. Şantaj zamanı nə etmək lazımdır? Şantaj edən şəxslə yazışmaları və sübutları saxlamaq, onunla birbaşa mübahisəyə girməmək, hüquq mühafizə orqanlarına müraciət etmək, əhatəndə inandığın bir insana bu barədə danışmaq və tək qalmamaq. Salam aleykum, Allah sizi qorusun.